Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə MİQ 2026 ibtidai imtahanda olmuş sual tiplərini izah edəcəm. Bu suallar müdavimlərin imtahandan sonra çıxdıqdan sonra bizə bildirdikləri suallardır. Əgər sizin də qarşınıza bundan fərqli də suallar çıxdığını iddia edirsinizsə, rəy bölməsinə mütləq şəkildə sualları yazmağı unutmayın. Bunlar müdavimlərin bizə bildirdiyi suallardır. Bu arada imtahanla bağlı ümumi təəssüratlara bildirək. İmtahan orta səviyyəli normal bir imtahan olub. Bu il rekord sayda, yəni 90 və 90-dan yuxarı yığan müdavimlərimiz olub FES Akademi olaraq. Hardasa 160-a yaxın, bəli, ilk dəfədə bu qədər böyük, yəni daha bu qədər çox 90 və 90-dan yuxarı olan müdavimimiz olur. Əvvəlki illərdə məsələn keçən 27 dənə idi, ondan əvvəlki il 10-15 dənə idi. Yəni 100 bal sisteminə keçəndən sonra söhbət gedir. İlk dəfədir ki, 2026-cı ildə bu qədər 150-160-a yaxın 90 və 90-dan yuxarı yığan müdavimlərimiz oldu. Hər birinizə uğurlar arzulayırıq. Təbii ki, bütün nəticələri Ağabəyli İsaməddin Instagram hesabında paylaşırıq. Həmin hissədən girib baxa bilərsiniz. Birinci sualımız: onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən böyük ədədlə onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən kiçik ədədin cəmini tapın. Onluğa qədər deyirsə, qaydamız necə idi? 10-u bölürdük 2-yə, eləyirdi 5. 80-dən 5-i çıxırdıq, ən kiçik olurdu 75. Həmin o 5-dən 1-i çıxırdım 4 və 80-in üzərinə 4-ü gəlirdim 84. Yəni yuvarlaqlaşdırma qaydasını öyrənən müdavim üçün bu sual sudur, su. Bir içim su. 75 ilə də 84-ü toplayırdıq, eləyirdi 9 və 159. Hətta mən sizə bunu, yəni imtahandan öncə sınaqlarda da bu tipli sual işlərində deyirdim ki, bunun qısa yolunu da bilin. Ən böyük və ən kiçik qiymətin cəmini istəyirsə, nəyə qədər yuvarlaqlaşdır deyirsə, hansı ədəd deyirsə, o ədədi elə birbaşa 2-yə vurub 1 çıxa bilərsiniz. Açıb baxa bilərsiniz, YouTube-da izahlarımız da qalıb. Yəni bu sualın qısa yolunu da mən sizə il boyu öyrətmişdim və imtahanda olan sualı həm uzun yolla, həm qısa yolla, hər iki yolla yazmaq olardı. 159 bizim cavabımızdır. İkinci sualımıza baxırıq. Aralarındakı məsafə 1000 metr olan A və B nöqtələrindən əks istiqamətdə minik və yük maşınları yola düşdü. Deməli, aralarında məsafə var, A və B məntəqələri. Bu tipli suallarda çox işləmişik. Açıb baxa bilərsiniz, həm sınaqlardan və kitabımızda mövcuddur. Bura 1000 metrdir. 1000 metr. Əks istiqamətə hərəkət edir. Birinin sürəti 120-dir. Yazdım bura minik maşını 120 km/saat. Bir də yük maşını var. Bu da əks istiqamətə gedir. Yük maşınının sürəti də, deməli, minik maşının sürətinin 8-də 3-üdür. 120-nin 8-də 3 hissəsi olacaq. 120-ni böləcəm 8-ə, vuracam 3-ə. Bərabərdir 120 böl 8 vur 3. Bərabərdir 45. Yazdım bura 45. Bu da yük maşınıdır. İndi deyir ki, bax, A və B məntəqələrindən əks istiqamətdə minik və yük maşını yola düşdü. Minik maşının sürəti 120, yük maşının sürəti 45-dir. 1 saat yol qət etdikdən sonra yük maşını öz sürətini 60% artırdı və daha 2 saatda yol getdilər. Onlar arasındakı ümumi məsafə nə qədərdir? İndi burada deyərsə, ay müəllim, bunların eyni vaxtda yola düşməyi haqqında məlumat yoxdur. Bu cümlə olaraq bizə məsələni şifahi olaraq müdavimlər bildirib, biz yazmışıq. İmtahanda bu sözlər, bu cümlələr nöqtəsinə qədər hamısı düz yazılır, narahat olmayın. 1 saat yol qət etmək nə deməkdir? Yəni bunun sürəti 120-dir, bunun sürəti 45-dir. 120 ilə 45-i toplayıram və 1-ə vururam. Bu 1 saatda getdikləri yol. 120 üstə gəl 45 vur 1. 165 kilometr. Deməli, 1 saat ərzində bunlar 165 km yol getdilər, əla. Sonra yük maşını öz sürətini 60% artırır. Yük maşının sürəti 45-dir. 45-in 60%-ni tapıram. 45-in 60%-i nə qədər edir? 45-i vuracam 60-a, böləcəm 100-ə. Deyirdim ki, faizlə bağlı suallar qarşınıza çox çıxacaq. İmtahanda da görürsünüz, hər sualın içərisinə demək olar ki, faiz salıblar. 45 yük maşınıdır və sürətin 27 vahid artırır. Elədi 45 üstə gəl 27, 72 elədi. Və artırandan sonra daha 2 saat yol getdilər. Bunun sürəti 120-dir, bu dəyişməyib. Bu da 72-dir. Əlavə də 2 saat yol gediblər. Əks istiqamət olduğuna görə sürətlər toplanılacaq hər zaman və zamana vurulacaq. 120 üstə gəl 72 eləyir 192. 2-yə də vuranda 384 eləyir. İndi baxın. Onlar arasında ümumi məsafə nə qədər olar? İndi bunun variantların mənə dəqiq deməyiblər, amma cavab variantlarının necə olacağını deyəcəm sizə. Baxın, əvvəlcə bunlar 165 kilometr gediblər, 165 kilometr. Sonra 384 gediblər, 384 kilometr. Bir də əvvəldən aralarında bunların 1000 metr. 1000 metrdə kilometr çevirməlisən. Qaza gəlib bunu 1000 götürənlər var idi.
Bir de bunu kilometre niye çeviririk? Çünkü her şey saat, kilometre böl saat, kilometre her şey bundan verib. Və indi cavablardan nə ilə istəməyindən asılı olaraq, təbii ki, siz onun cavaba da baxmalısınız, amma səhv eləmirəmsə bu sualın cavabı kilometre ilə verilmişdi. Və sonda da üzərinə 1 kilometr gəlməlisən. Çünki bunlar uzaqlaşmağınızdan əlavə olaraq da əvvəldən aralarında 1 kilometr nə var idi? Fərq var idi. Ona görə sonda da 1 kilometr üzərinə gəlmək lazımdır. 165 üstəgəl 384 üstəgəl 1 bərabərdir 550 kilometr. Yəni bunu bizə müdavimlər dediyinə əsasən mən bunu belə yazmışam. Birdən deyərsən məndə müəllim rəqəm fərqli düşmüşdü, məndə metr deyildi, kilometr idi. Bunu rəydə qeyd edin də. Demirəm ki, bütün suallar belə olub. Sadəcə mənə tutaq ki, nə qədər müdavim yazıbsa, o müdavimlərin ümumi səslərini dinləmişəm, atdıqları sualları ortaya çıxararaq bunu bu formada yazmışam. 550 kilometr bu sual üçün cavab bu formadadır. Yenə deyirəm, hansısa cümlə yarımçıq gəlirsə, məntiqi sizə uyğun olmursa, bunu anlayın ki, sualı bizə şifaət edinə görə bu şəkildə sualı qarşınıza çıxarmışıq. Əgər doğru versiyası olduğunu deyirsinizsə, rəy bölməsində buyurun, gözləyirik. 2A üstəgəl 29 ifadəsi kör bucağın ən böyük qiymətidir. Kör bucağın ən böyük qiyməti nədir? Baxın, bilirsiniz ki, kör bucaq 90 dərəcədən böyükdür və 180 dərəcədən kiçikdir. Kör bucaq. Kör bucağın ən böyük qiyməti 179-dur. 180 açıq bucaqdır, 179 da kör bucağın ən böyük qiymətidir. Yazıram bura 2A üstəgəl 29 bərabərdir 179-a. A-ya hansı qiymət verilsə, ümumi cavab kör bucağın ən böyük qiymətinə bərabər olur. Yəni burada deyir ki, A-nın qiymətini tap. 2A bərabərdir 179-dan çıxacam 29-a. Eləyir 150. A da bərabərdir 150-ni böləcəm 2-yə. Eləcək 75. Yəni bu verilənlərə əsasən bu sualın cavabı bu formada 75 olur. Dördüncü sualımıza keçirik. Bu arada əgər bizim dərs qruplarımıza qoşulmaq istəyirsinizsə 055 527 25 99 WhatsApp nömrəsinə yaza bilərsiniz. Baxın, imtahandan bir gün əvvəl motivasiya canlısı eləmişdik. Orada qutu qoymuşdum sizin üçün. Həmin qutunun içərisindən bir fiqur çıxartdıq. Dedik ki, fəza ilə bağlı mütləq şəkildə sual düşəcək. Bu kub da ola bilər, kuboid da ola bilər. Gördüyünüz kimi kuboid sualı artıq imtahandadır. Və biz bundan da düşündürücüləri sizlə işləmişik. Bu onun ən sadəsidir. Bizim kuboidimiz var. Kuboidin bilirsiniz də eni, uzunu və hündürlüyü olur. İndi biz həmişə eni, uzunu, hündürlüyü ayrı-ayrı tək-tək verirdik. Siz onu vururdunuz. Bu dəfə biraz işinizi rahatlaşdırıblar. Eni və uzunu vurub veriblər. Baxın, bu bizim kuboidimizdir. Eni var, uzunluğu var, bir də hündürlüyü var. Düzdürmü? Deyir ki, siz bilirsiniz ki, bunun enin uzunluğuna vuranda oturacağının sahəsi elir. Bax, bu hissə oturacağının sahəsi. Yəni, kuboidin enini, uzunluğunu və hündürlüyünü vuranda həcm alınır. İndi mənə eni və uzunluğunun hasilini, yəni oturacağının sahəsini verir. Deyir ki, bunun enin uzunluğuna vuranda oturacağının sahəsi 12-dir. Kuboidin hündürlüyü də h da 5-dir. Bundan sadə sual var. 12-ni vuran 5-ə eləyir 60. İl boyu sadə bir cümləlik sual işlədəndə, indi bu videoya baxan müdavimlər nə olar yazsın o il boyu deyirlər, müəllim, imtahana görəsən çətin salacaqlar, necə salacaqlar? Bu sual ibtidai sinif səviyyəsindədirsə, nə gözləyirsiniz? Siz ibtidai üzrə miqə azlaşırsınızsa, təbii ki, sizin qarşınıza kuboidlə bağlı bu formada bir sual çıxarmalıdırlar. Yəni, bunu dəhşət çətin salıb, qeyri-adi salıb, sizi niyə yorsunlar ki? İndi bunun tərəflərini verər, faizlə artırıb azaldar, birazdan görəcəksiniz. Yəni, hamısı işlədiyimiz, yazdığımız sual tipləridir və il boyu kimlər ki, özünü stresə salıb, həyəcanlanıb, belə rahat sualı mən dərsdə işlədəndə yazıbsa ki, müəllim, imtahanda deyirlər çətin olacaq, o müdavim gedib belə rahat sualı belə həyəcandan, beynində psixoloji olaraq gərginləşdirib yaza bilməyib. Ona görə xahişim odur ki, imtahana harda hazırlaşmanızdan asılı olmayaraq başa düşün ki, sizin ixtisasınıza, çərçivənizə uyğun MİQ ibtidaidən söhbət edir. İstər MİQ, istər sertifikasiya ibtidaidən. Sizə uyğun suallar qarşınıza çıxacaq və yaza biləcəksiniz. Bunu başa düşsəz, gedib uğur qazanmış olacaqsınız. Gəldik 5-ci sualımıza. Bu sualın eynisindən dəfələrlə biz işləmişik. Dəfələrlə. Hətta mən sizə qayda yazdan dedim ki, qəbul qaydası, kvadrat daxilinə çəkilmiş çevrə. Bax, bu sualı, bax, bu tipi bəlkə biz hər həndəsə canlısında işləmişik. Hər həndəsə canlısında. Deyir, bu kvadratın tərəfləri üzərində çəkilən üçbucaqlar bərabər tərəflidir. Çevrənin radiusu 6-dır. Çevrənin radiusu 6-dırsa, mən sizə qayda başa salmışam ki, radius 6 cm-dirsə, tərəf radiusun 2 mislidir. Tərəf olur 12 cm. Bunu dərslərdə öyrənmişik.
Madem ki bunlar da bərabər tərəfli üçbucaqlardır, bu da 12 olur, bu da 12 olur. Eyni şəkildə kvadratın bütün tərəfləri 12 olduğuna görə üçbucaqlar da bərabər tərəfli olduğuna görə hamısı olur 12, 12 və 12. İndi alınan yeni fiqurun perimetri nədir? Kənar xətlərin cəmini tapacağıq, yeni fiqurun perimetri olacaq. 12, 12, 12, 12 və 12, 12. 1, 2, 3, 4, 5, 6. 6 dənə 12 bizim sualımızın cavabıdır. Qaza gəlməyənlər bu sualı göz yumlu çox rahatlıqla yazıblar. 72 sm. 6-cı sualımız. Bu sualın eynisindən FES-in kitabında sürət məsələlərində var. Sadəcə burada bir dənə əlavə nə ediblər? Yolun 80-ə bölünməsini istəyirlər əlavə olaraq. Qalan heç bir fərqi yoxdur. Açıb baxa bilərsiniz, işləmişik. Hətta bu sual 2019-da da bax bu cümlə bu söz olmamaq şərti ilə, yəni bu hissə olmamaq şərti ilə yolun uzunluğunu soruşurdu. 2019-da da imtahanda olmuş sual tipidir. Samir yolun 7-də 3-ün getdikdən sonra daha 40 kilometrdə yol gedərsə, yolun yarısına çatar. 7-də 3x-ını gedib, daha 40 kilometr getsə, yolun yarısı, yəni 2-də 1x olar. Mən bunu tənliklə göstərdim. Şəkillə də göstərə bilərəm. Yolu 1, 2, 3, 4, 5, 6 və 7. 7 hissəyə bölürəm. Yolun 7-də 3-ün gedib, 1, 2 və 3. 7-də 3-ün gedib. İndi yolun tən yarısına çatmaq üçün, yolun tən yarısı burada da görə bilərsiniz. Bunun nə qədər yol qalıb? 40 kilometr yol qalıb. Burada 40-dır, burada 40-dır. Deməli, yolun bir hissəsi 80-dir. 7 hissəli yol varsa, 7-ni 80-ə vururam, 560. 560-a hansı sürətlə gedib? 560-ı 80 sürətlə getmək üçün 7 saat vaxt sərfləməlidir. Və ya bu tənliyin davamını həll eləyərəm. Biz məxrəcdən azad etməyi öyrənmişik. Hər birini 14-ə vururam. Niyə 14-ə vurdum? Çünki 7 və 2-yə ortaq məxrəc 14-dür. 14-ü 7-yə böldüm 2, 2-ni 3-ə vurdum 6x, 14-ü 40-a vurdum 14 vur 40 elədi 560, 14-ü böldüm 2-yə 7, 7-ni x-ə vurdum 7x. Buradan da 7x-dən 6x-ə çıxanda x bərabərdir 560. Eyni ədəd aldım. 80 sürətlə gedibsə 560 80-ə bölürəm 7 saat eləmiş oldum. Cavab oldu 7 saata bərabər. Hətta sualın sizə tam formasını göstərmək üçün bax FES-in kitabıdır, açıb baxa bilərsiniz. Səhifə 92-də kəsr məsələlərin içərisində bax 40-cı sualın burada indi 7-də 2-si deyir. Məsələn, imtahanda 7-də 3-ü deyib, ədəd dəyişib. Bizdə 60 deyir, orada 40 deyir. Yəni yolun ortasına çatmaq üçün 60 kilometr yolu qaldı, yolun uzunluğunu tamam. Burada yolun uzunluğunu soruşur. Məsələdə yolun uzunluğun 80 sürətlə neçə saata gedər soruşur. Yəni sizə hər dəfə deyirdim ki, işlətdiyim sualları, buradakı sualları yaza bilirsinizsə, imtahanda da gedib qarşınıza çıxa biləcək eyni tipdə olan sualları rahatlıqla yaza bilərsiniz. Digər sualların da hamısına uyğun nümunələr var. Bir-bir göstərib vaxtımızı aparmaq istəmirəm. Kitabı istənilən kitab mağazalarından əldə edə bilərsiniz. 7-ci sualımız 1 kiloqramı 98 qəpik olan məhsuldan 92 kiloqram alındı. Daha sonra kiloqramı 1 manat 55 qəpiyə satıldı. Satıcı nə qədər qazanc əldə elədi? Baxın, 92 kilo almısan və kilosunu 98 qəpikdən almısan. Deməli sən 92 vurulsun 98 9016 qəpik pul xərcləmisən. Düzdür? Bu sənin xərclədiyin pul. Sonra həmin bu 92 kiloqramı 155 qəpiyə, yəni 1 manat 55 qəpiyə satmısan. Yenə 92-ni vuracam 155-ə, eləcək 14260 qəpik. İndi bu satışdan alışı çıxsam, sənin qazancın qalır. 14260-dan çıxıram 9016-nı bərabərdir. 14260 çıxılsın 9016 neçədir? 5244 eləmiş oldu. Bunu da 100-ə böləndə 52 manat 44 qəpik. İndi ədədlər şərti deyilmiş də ola bilər. Hesablama cəhətdən yenə də deyərsiniz ki, məndə ədədlər başqa cür idi, sual başqa cür idi. Bax, rəy bölməsi açıqdır. Ürəyiniz istəyən sualı yazın. Kimsə deyirsə ki, müəllim, mənə yox, siz rahat suallar izahlayırsınız, mənə çətin düşmüşdü və s. Rəy bölməsinə yazın və yenə deyirəm, kimsə də yazmasın ki, ay nə rahat suallar. İbtidaiyə, yəni imtahan verən bir müəllimə nə sual vermədilər? Onun ixtisasına uyğun bir sual vermədilər. Ona görə də, yəni rahat düşmüşdü deyənlər də düzgün danışmır. Çətin düşmüşdü, normal, lazımlı formada və yazıla biləcək qaydada düşmüşdü. Yəni ixtisasını bilənlər yazıb, bilməyənlər çətinlik çəkiblər. 8-ci sualımız kater il boyu nə katerlər görmüşük biz. İndi düşən sual tipinə bax. Kater 3 saat. Sizə mən son belə deyək də
KTR suallarına həmişə işlədim, deyirdim ki, son 2 ilin imtahan suallarına baxın. Həqiqətən də 2024-də, 25-də normal orta tipli sual idi. Bir dənə 23-dən başqa da. Və həmin sualları yaza bilirsinizsə, bunu da yazacaqsınız demişdim və həqiqətən də yazdınız. Şükür Allah ki, bir problem olmadı. 3 saat axın ilə 51 gedir. Axın ilə zaman 3 saatdır. Gedilən yol 51-dir. Çayın axma sürəti çay isə 2-dir. Bilirsiniz ki, axın ilə KTR üstəgəl çay vurulsun zaman bərabərdir gedilən yoldur. KTR-in üzərinə 2 gəlirəm. 51-i böləcəm 3-ə. Neçə deyəcək? 17 deyəcək. KTR bərabərdir. 17-dən çıxacağım 2-ni. Ne deyəcək? 15. KTR-in sürəti 15-dir. İndi çayın axma sürəti 2-dir. Bunu bildim. KTR axına qarşı 2 saata nə qədər gedər? Axına qarşı KTR-dən çayı çıxacağım və vuracağım zamana. 15-dən 2 çıxanda 13. Vur 2, 26. Doğru cavab oldu 26-ya bərabər. 9. Ata ilə oğlun yaşları cəmi 43-dür. Oğlun 5 il sonraki yaşı 11-dir. Bax, indi ata üstəgəl oğul bərabərdir 43-dür. 5 il sonra isə oğlun 11 yaşı olacaq. 5 il sonra 11 yaşı olacaqsa indi neçə yaşı var oğlun? İndiki zamana gələndə 11-dən 5 çıxıram, hələ böyüməyib də oğul. Oğlun yaşı 6-dır. Ümumi yaş cəmi 43-dən 6 əgər oğlun yaşıdırsa, 43-dən 6-nı çıxıram, atanın yaşı 37-dir. Atanın indiki yaşı 37-dir. Qaza gəlib 37 yazanlar var idi, amma 3 il əvvəlki yaşını soruşur. 37-dən 3 çıxacağım. 34 bizim doğru cavabımızdır. Baxın, hər dəfə deyirəm ki, hansı il ki qaza gəlmə sözünü trend eləmişik, həmin il nəticələr daha yüksək olub. Həqiqətən də bu ildə özünüz gördünüz ki, ən az elə bizim 150-160-a yaxın 90 və 90-dan yuxarı yığan müdavimlər varsa, indi bütün siyahını da paylaşacağıq. Nə qədər 80-lər, 85-lər, 88-lər, 70-lər olsun, fərqi yoxdur. Siyahı yəni böyükdür. Hamısını Ağabəyli İsaməddin Instagram hesabına keçid eləyərək baxa bilərsiniz. 10-cu sualımız, bu sualın nömrəsidir, qarışdırmayın. Bu sualdan elə son sınavları bir neçə dəfə işlətmişik. 2 ədədin fərqi 134-dür. Yadınıza gəlirsə yazırdıq. A çıx B bərabərdir 134. Bunu tənli ilə də x üstəgəl 134 ilə də yaza bilərsiniz. Böyük ədədi kiçik ədədə böldükdə A-nı böləndə B-yə natamam qismət 7, qalıqda 2 alınır. Bu ədədlərin cəminin rəqəmləri hasilini tapın. Gəlin əvəz etmədən istifadə edək. A bərabərdir. Bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gəlirəm. Gətirirəm bunu yerinə qoyuram. A-nın yerinə 7B üstəgəl 2 çıx B bərabərdir 134. 7B-dən B-ni çıxıram 6B bərabərdir 134-dən çıxıram 2-ni. Elədir 132. B də bərabərdir 132-ni böləcəm 6-ya. Elədir 22. Deməli B-nin qiyməti 22-dir. 134-ün üzərinə 22 gələcəm, görüm A neçəymiş ki, A-dan 22-ni çıxıblar, 134-ə deyil. Deməli, A-nın qiyməti 156 imiş. 156 ilə 22-nin cəminin, 156 üstəgəl 22, 178 elədir. Cəminin rəqəmləri hasili 1 vur 7 vur 8, 56-ya bərabərdir. 56 yazanlar doğru cavabı qeyd ediblər. Baxırıq 11-ci sualımıza. Bir sexdə 8 usta və 6 fəhlə işləyir. Bir fəhlənin aylıq maaşı 350 manatdır. Ümumi işçilərin orta aylıq maaşı isə 470 manatdır. Bir ustanın maaşını tapın. Bax, bu sualın alternativin eyni formasını Fesin kitabında göstərirəm sizə. Ədədi orta modo median dərsində səhifə neçədir bu? Səhifə 134-də bax 11-ci sual tipi. Biz burada maaş deməmişik, yaş demişik, orta yaşla. Amma necə 11-ci sualı həll eləyiriksə, eyni formada gəlin bunu da həll eləyək. Baxın, deyir ki, 6 fəhlə var, hərəsinin maaşı 350-dir. 8 usta var, bunların maaşını bilmirik. Deyirəm ki, 8 usta var, bunların hərəsinin maaşı x olsun. 8-i x-a vurdum, 8 ustanın cəmi maaşını tapdım. Əla. 6-nı da 350-yə vuram, 6 fəhlənin cəmi maaşını tapıram. Və bunları toplamaqla bütün işçilərin maaşını toplamış oldum. İndi ədədi orta nəyə deyilir? Yəni, orta aylıq əmək haqqı nəyə deyilir? Bütün ustaların, fəhlələrin, bütün işçilərin maaşını topla, böl sayına, 14 nəfərlər də, 8 usta, 6 fəhlə, 14 nəfər. Bərabərdir 470-ə. Bax, eyni bu formada həmin sualda həlləmişik, Fesin kitabındakı sualı. Oradakı sualda mən sizə
X'i vermişdim, 470'i soruşurdum. İmtahanda ise 470'i verib X'i soruşur. Yəni qayda düstur eynidir. Sadəcə yerin dəyişib nəyi soruşur, nəyi soruşmamağı məsələsidir. İndi bu sualı, bu tənliyi həll etsək, sualın cavabı hazırdır. 8 vur X üstə gəl. 6-nı vuracam 350-yə 2100 bölünsün 14 bərabərdir 470. 8x üstə gəl 2100 bərabərdir. 470'i vuracam 14'ə 6580 eləyəcək. 8x bərabər 6580 çıx 2100. Elədi 4480. X də bərabər 4480'i böləcəm 8'ə 560 bizim cavabımızdır. Bir ustanın maaşı 560 manata bərabərdir. 12-ci sual. Tutumu 9000 litr olan boş hovuza A kranı tək başına 1 dəqiqədə 30 litr su doldurur. B kranı tək başına 15 litr su boşaldır. Hər iki boru eyni anda açılsa, çən neçə dəqiqəyə dolar? Bax, 9000 litri dəqiqədə 30 litrini doldurursa, bunu 30'a bölürəm. Biri tək başına 30 litr su doldurur, biri boşaldır. Gəlin belə eləyək. Bunun məntiqini belə yanaşaq. Bax, bu doldurur. 1 dəqiqə ərzində 30 litr suyu bu doldurur. Bu isə tək başına 15 litr suyu boşaldır 1 dəqiqə ərzində. Yəni 15 litr boşalır, 30 litr dolur. Biz indi biri doldurub, biri boşaltdığına görə bunları bir-birindən niyə çıxırıq? Elə bir ki, mən 30 litr su tökürəm vedrənə. Sən də 15 litr suyu götürürsən vedrənə orada. 1 dəqiqənin sonunda quyunun dibində, hovuzun dibində nə qədər su qalacaq? 15 litr su qalacaq. Elə bir mən 30 manat pul qazanıram, sən o 15'in xərcləyirsən. Biz nə qədər pul yığdıq? 15 manat pul yığdıq. Eyni məntiq burada da tək başına 1 dəqiqə 30 litr suyu doldurur. Bu da tək başına 15 litr suyu boşaldır. İkisi də açılsa, bu dolduracaq, bu boşaldacaq. Hər 1 dəqiqədə quyuda 15 litr su yaranacaq. 9000 litri hər dəqiqə 15-15 doldurmaqla neçə dəqiqəyə tam doldurmaq olar? 600 dəqiqəyə doldurmaq olar. İndi bunu saata çevirdiksə 60'a bölərəm 10 saat yazaram. Variantda indi nə ilə istəyib onu artıq imtahanda olanlar görüb. 600 dəqiqə bizim bu sualımızın cavabıdır. 13. Uzunluğu 18 metr. Yazdım bura. Uzunluq 18 santimetr. Eni isə uzunluğunun 9'da 5 hissəsi. 18'in 9'da 5'i edir 10 santimetr. Hündürlüğü isə eninin 10%-nə bərabərdir. Hündürlüğü də onun 10%-nə bərabərdir. Bu da eləyir 1 santimetr. Qutardı. Tam səthin sahəsini tap. Demişdim sizə, bax, fəza fiqurlarına bağlı mütləq şəkildə imtahana sual düşür. Və bir gün öncədən də xatırlatma eləmişdim. YouTube'da möhtəşəm bir video izah var. Fəza fiqurlarına bağlı görüntülü video izah. Ona baxıb da imtahanda gedib sualı yaza bilməyən müdavim yoxdur. Mütləq şəkildə girin ona baxın. Səthin sahəsi 2 vurulsun, 18 vur 10, 18 vur 1 və 10 vurulsun 1. Elə bir ki 18'i 10'a vurdum, 18'i 1'ə vurdum, bir də 10'u 1'ə vurdum. Hamısını bir-birindən salamlaşdırdıq. Tam səthinin sahəsi düsturdur. 180, 18, 10 topladım və vurdum 2'yə. Bərabərdir. 180 üstə gəlinsin 18, üstə gəl 10. 208 elədi. Bunu da vuracam 2'yə. Elədi 416. Tam səthinin sahəsi 416 cm kvadratına bərabərdir. 14-cü sualımız uzunluğu 18, eni uzunluğundan 8 cm kiçik, hündürlüyü enindən 3 cm kiçik olan kuboidin tam səthinin sahəsi. İndi deyərsin mənim bir seansın içinə mi belə 3-4 dənə kuboid düşüb? Bu yenildirəm. Ola bilər ki, kimisə seansına beləsi düşüb. Ola bilər kiməsə beləsi düşüb, kiməsə bir başqası düşüb. Yəni kuboidlə bağlı məsələn tutaq ki 5 sual yazılıb, bir seansın içərisində bəli müxtəlif suallar qarşımıza çıxarıblar. Amma görürsüz belə deyə də ikisinin də hesablama üsulu eynidir. Ola bilər bunda biraz faiz var. Bunda bu rahatdır. Növbəti sual düşündürücü olub. Yəni tip olaraq 20 sual 20'si də eyni qədər bizə vaxt sərf olunan, eyni qədər problem yaradan suallardır. Yəni ya çox rahat olur hansısa sual, ya biraz düşündürücü olur, ya da vaxtımızı almadan elə orta tempdə yazıb cavabını tapa biləcəyimiz sual olur. Yəni düşünməyin ki, eyni seansda 5 dənə fəza düşüb. Bəzən olub 2 fəza düşüb, 3 fəza düşüb, amma indi bilmirəm bunu mənim müdavimlər səslə atıblar. Çünki eyni seans olub deyə, bilmirəm, bir seansın içərisində bir neçə dənə eyni tipdən düşüb. İndi bunu rəydə müdavimlər yazacaqlar, özünüz də görəcəksiniz ki, bir seansda neçə dənə kuboid sualı düşübsə. Getdik. Uzunluğu 18, eni uzunluğundan 8 cm kiçikdir. Uzunluğu 18'dir. Eni isə uzunluğundan 8 kiçikdir, yəni 10 cm-dir. Hündürlüyü enindən 3 cm kiçikdir. Hündürlüyü də 7'dir. Kuboidin tam səthinin sahəsi.
Yəni 13 ilə 14 eyni sual tipi sayılır. 2 vurulsun 18 vur 10, 18 vur 7 və 10 vurulsun 7. Bunu hesablayıb cavabı tapacağıq. Bu eləyir 180, 18-i 7-yə vuranda 126, 10-u 7-yə vuranda 70. Topladım və 2-yə vurdum. 180 ilə 126-nı toplasam 306, üzərinə 70 gəlsəm 376, 2-yə vursam 752 eləmiş olar. Cavab oldu 752. 15. Bir ədədin 40% 36-ya bərabərdir. Baxın, 40% 36-dırsa, bəs 100% nə qədərdir? Faizə görə sual. Ədədin tapılması. Buradan da x bərabərdir. 36-nı 100-ə vurub, nəyə böləcəm? 40-a bölmüş olacam. Bunu dəfələrlə sizə demişik. 36-nı 100-ə böləndə, 100-ə vuranda və 40-a böləndə 90 edir. Ədəd 90-dır. Tapılan ədədə A ilə işarə edin. Bu A-dır. Və bu ifadənin cavabını tapın. 90 çıx 18 üstəgəl 25 bərabərdir. 90-dan çıxdım 18-i üzərinə gəldim 25. Elədi 97. Bəzən il boyu bu tipli sual işlədəndə müdavimlər yazırlar ki, ay müəllim, belə sual imtahana düşərmi? Düşüb. Növbəti sualımıza baxaq. Belə bir hesab əməllərinə aid olan sualdır. Əvvəlcə ən daxildəki mötərizdən başlayacağıq. 110-u vuracağıq 4-ə. 110-u 4-ə vuranda 440. 40 çıxanda edəcək 400 və 400-ü vuranda 3-ə 1200. 1200-ün üzərinə 10 gələndə 1210. Bunu vuracam 6-ya. 1210-u vuranda 6-ya eləyəcək 7260. Üstəgəl 10-u vuracam 8-ə 80. Böləcəm 2-yə 40. Üzərinə gələcəm 40-ı. 7300 bizim doğru cavabımız olacaq. Baxaq 17-ci sualımıza. Məktəb kitabxanasında 800 kitab var. Kitabların vəziyyəti aşağıdakı diaqramda faizlə göstərilmişdir. İstifadədə olunacaq kitabların sayını tapın. Deməli, köhnə kitablar 25%dir, təmir olunanlar 15%dir, istifadə olunanlar 60%dir. Bizə deyir ki, 800 kitab var. İndi sualı bu formada bizə çatdırıblar deyə biz də belə yazmışıq. Əgər bu sualın əlavəsi varsa, daha düşündürücü formada düşübsə yazın mütləq. Çünki bizə gəlib çatan hissəsi budur. 800 ümumi kitab varsa, bizə istifadə olunacaq kitabların sayını soruşursa 60%dir. 800-ün 60%-ni taparam, elə sualın cavabını taparam. Yəqin ki, orada məsələn deyə bilər ki, köhnə kitabların sayı təmir olunan kitabların sayından nə qədər çoxdursa, istifadədə qalan kitabların sayına, hasilin və s. tapın. Yəqin üçündən də istifadə edə bilərlər. Amma yox, sırf bu formadadırsa, bunun cavabı 800-ü vuraram 60-a, bölərəm 100-ə. Bərabərdir 480. Yəni bu sualların çoxunu bizə səsli formada atır müdavimlər. Ona görə bəziləri deyir ki, məsələn, belə bir sual düşmüşdü, faiz idi, bunu soruşurdu, onu soruşurdu. Biz də o deyilənlərə əsasən belə bir sual yazmışıq. Və daha dəqiqi düzgünü kimsə deyirsə ki, filan formadaydı, rəy bölməsində mütləq şəkildə qeyd etməyi unutmayın. 18-ci suala baxaq. Tənliyini həll edin. Əvvəlcə burada x-siz olan hissəni həll eləyək. Baxıram ki, 4-ü vurublar 7-yə 28, üzərinə 2 gəliblər 30, 36-ya vuracam 180, üzərinə 3 gələcəm 183, vuracam bunu 2-yə, 183 vur 2, elədi 366. Deməli 3x çıxılsın 366 bərabərdir 24. Buradan da 3x bərabərdir. 24-ün üzərinə gələcəm 366-nı eləyəcək 390. X də bərabərdir 130. X-in qiyməti 130-a bərabərdir. 19. Kitabxanada 4 növ kitab var. Cədvəldə hər kitab növünün sayı, diaqramda isə həmin kitabların yararsız olanlarının faizi göstərilmişdir. Cədvəl və diaqramdakı məlumatlardan istifadə edərək yararsız kitabları çıxdıqdan sonra kitabxanada qalan kitabların ümumi sayını hesablayın. Deməli, kitabxanada kitabların növü və sayı var. Kitab növü, kitab sayı. 300, 250, 200 və 250. İndi bizə deyir ki, yararsız kitabların faizləri 20%, bədii kitabların 20%-i yararsızdır. Bədii kitab 300-dəndir. 20%-i yararsızsa 300-ün 20%-ni tapacam. Bərabərdir. Bu eləyir 60. Sonra elmi kitabların 40%-i yararsızdır. 250 vurulsun 40 bölünsün 100. Bərabərdir. Sıfırları sildim. Elədi 100 kitab. Düzdür. Uşaq kitablarının 25% yararsızdır. 200-ü vurdum 25-ə, böldüm 100-ə, bərabərdir. Elədi 50. Ensiklopediyalarında 10% yararsızdır. 250-ni vurdum ona, böldüm 100-ə, bərabərdir. Elədi 25. İndi bunların hamısını toplayıram. 60 üstəgəl 100, üstəgəl 50, üstəgəl 25. Hamısını topladım. Yararsız kitabların sayı 235-ə bərabərdir. Cavab oldu 235.
20-ci sualımız. Ayselin 94 manat pulu var. Pulunun 8'də 4 hissəsindən 3 kiloqram ərik alır. Deməli 94-ün 8'də 4 hissəsi, 94-ün əvvəlcə 8'də 4-ünü tapıram. Kalkulyatorla tapa bilərsiniz və ya da özünüz tapa bilərsiniz, fərqi yoxdur. 47 manat eləyir. 47 manata 3 kiloqram ərik aldı. Cədvəldə meyvələrin qiymətləri verilmişdir. Cədvəldəki məlumatlardan istifadə edərək Ayselin qalan puluna təxminən neçə kiloqram şaftalı ala biləcəyini hesablayın. Baxın, 3 kiloqram ərik alıb, 15,6-nı vururam 3-ə bərabərdir. 15,6 vur 3 eləyir 46,8. Düzdür. Aysel pulunun 8'də 4 hissəsindən 3 kiloqram ərik alır. Düzdür. Ondan sonra deyir ki, Ayselin qalan puluna təxminən neçə kiloqram şaftalı ala biləcəyini hesablayın. Ayselin 94 manatdan 47 manatı gedib. 94 çıxılsın 47. Nə qədər eləyir? Eləyir 47 manat. Düzdür. Burada mötərizdə yazıb ki, şərtdə yazıb ki, ərik üçün xərclənən pul 8'də 4'dür. Deyərsə, ay müəllim, burada 20 qəpik qalır. Onun 20 qəpiyin başqa yerə istifadə eləmir. Elə 8'də 4. Məsələn, deyir, üstü qalsın da. Yəni, orada qalıq pul istifadə eləmir. Bunu belə başa düşün. Qalan 47 manata nə alır bu? Qalan pula təxminən neçə kiloqram şaftalı ala biləcəyini hesablayın. Şaftalı 8 manatdır. 47-ni böləcəm 8-ə. Bərabərdir. 47 bölünsün 8. 5,8 eləyir. İndi mən bilmirəm bunun variantları nə formada verilib. Təxmini bir cavabdırsa, cavablarda 6 kiloqram da ola bilər. Yəni əgər təxmini cavab istəyirsə, cavab 6 kiloqram olacaq. 5,8-in təxmini qiyməti belədir. İndi bu sualı mənə bu formada verirlər. Bəlkə nəyisə əks ediblər, nəyisə düzgün vermirlər. Yəni sualın şərtini bu formada, yəni səsdən dinləyib yazmışıq. Əgər siz bu sualın tam formasının necə yazıldığını bilirsinizsə, videonun rəy bölməsində mütləq şəkildə bunu qeyd etməyi unutmayın. Baxaq 21-ci sualımıza. Uzunluğu 500 metr, eni 300 metr olan düzbucaqlı formalı sahənin 3-dəki hissəsində buğda, 5də 1 hissəsində arpa əkildi. Yerdə qalan sahənin məhsuldarlığını artırmaq üçün torpağa müxtəlif növ gübrələr səpilməsi qərarı alındı. Əgər yarım hektar sahəyə 35 kiloqram azot, 28 kiloqram fosfor, 30 kiloqram kalyum səplərsə, yerdə qalan sahəyə verilən gübrə miqdarlarını tapın. Bax, 500 metri 300 metrə vuracağıq. Bu tipdən sizə işlətmişəm və demişdim ki, imtahana düşmüş ən düşündürücü tip çevirmə sualı bu sayılırdı. Düzdür, bunun məhsuldarlıqla bağlı olan başqa bir növünü də işləmişik biz sizinlə, amma bu tipə yaxın suallarımız çoxdur. Baxa bilərsiniz, çevirmələr bəhsində Fesin kitabında son suallar buna uyğundur. 500 metri 300 metrə vuranda nə baş verir? 500'ü vurdum 300'ə, elədi 150.000 metrin kvadratı. Bax, bu bizim ümumi sahəmizdir. Bunun 3'də 2'si buğda, 5də 1'i arpadır. Bunun 3'də 2'sini tapacağım. 3'ə bölüb 2'yə vuracağım. Böl 3 vur 2. Elədi 100.000. 100.000'i arpadır. Arpa. Daha buğdadır. Buğda. 5də 1'i də arpadır. 150.000'in 5də 1'ini tapacağım. 150.000'i böləcəm 5'ə, vuracağım 1'ə. Eləcək 30.000. Bu da oldu nə? Arpa. 100.000'dən 30.000'i çıxanda, yəni ikisi bir yerdə 130.000 eləyir. İkisi bir yerdə 130.000. 150.000'dən 130.000'i çıxanda yerdə qalır 20.000 yer. Yəni bizim yerdə qalan sahəmiz 20.000 metrin kvadratıdır. 20.000 metrin kvadratı. Deyir, yerdə qalan sahənin məhsullarını artırmaq üçün torpağa müxtəlif növ gübrələr səpilməsi qərarı alındı. Əgər yarım hektar sahəyə 35 kiloqram azot, 28 kiloqram fosfor, 30 kiloqram kalyum səplərsə, yerdə qalan sahəyə verilən gübrə miqdarını tapın. Normalda yarım hektar nə qədərdir? Normalda 1 hektar, bilirsiniz də 1 hektar 10.000 kvadrat metrdir. 10.000 kvadrat metr. Yarım hektarsa 5.000 kvadrat metr olacaq. Yəni deyir ki, yarım hektar sahəyə bunlar verilir. 5.000 kvadrat metrə. Bəs görəsən bizim bu 20.000 kvadrat metrə nə qədər gübrə verirlər? Bunu bir-bir hesablaya bilərsiniz. Bax 3 dənə tənasüb qrup. Deyirsiniz ki, yarım hektara, yəni 5.000 kvadrat metrə 35 kiloqram azot verilirsə, bəs 20.000 kvadrat metrə nə qədər verirlər? Bu 1. Yarım hektara 5.000'ə 28 kiloqram verilirsə, bəs 20.000'ə nə qədər verirlər? Bu 2. Yarım hektara, yəni 5.000'ə 30 kiloqram verilirsə, bəs 20.000'ə nə qədər verirlər? Bu da x. Çarpaz vurub bunların cavabını tapa bilərsiniz. Gəlin tapa 20.000'i vuracam 35'ə, böləcəm 5.000'ə. Eləcək bu 20 kiloqram azot. Sonra 20.000'i vuracam 28'ə, böləcəm 5.000'ə. Eləcək bunu da çarpaz vuranda 112 kiloqram. 20.000'i 30'a vurub
20.000-i vuracağım 30'a, böləcəm 5.000-ə. Bu deyəcək 120 kiloqram nə bilim kalium. 20 kiloqram bu, 112 kiloqram bu, 120 kiloqram bu. 20 üstə gəl 112, üstə gəl 120 bərabərdir 20, 112 və 120. Elə də 252 kiloqram gübrə. Cavab oldu 252-yə bərabər. Düzdür, imtahanda 20 sual olub, bilirsiniz, amma müdavimlər bizə səsli formada verdiyi suallardan, bu formada, yəni səslərdən belə qənaətə gəldik ki, fərqli, tutaq ki, 1-2 sual aralarında fərq də olub və yaxud da kimsə düz yadında saxlamayıb, yəni nə səs atıblarsa, hansı sualı yadında saxlayıblarsa onu bildiririk. Yazar bu sualı, belə bir sual, A-nın qiymətinin 35% 28 olan ədədə bərabərdirsə, ifadənin qiymətini tapın. 35% 28 olan ədəd hansıdır? 35% əgər 28-dirsə, bəs 100% nə qədərdir? X-dir. 28-i 100-ə vurub böləcəm 35-ə, eləyəcək 80. A oldu 80, gətirib yerinə qoyuram. 2730 bölünsün 80 çıx 45 bağla, bu 48 çıxılsın 3492. 80-dən çıxacam 45-i, eləyəcək bura nə qədər? 35. 2730-u böləcəm 35-ə, bura eləyəcək 78, vuracam bunu 48-ə, çıxacam 3492-ni. 78-i vuranda 48-ə eləyəcək 3744 çıx, 3492. Çıxanda 3492-ni eləyəcək 252. İfadənin qiyməti 252-yə bərabərdir. Belə əjdahlarımız bu videoda sizlərlə MİQ 2026 imtahanda olmuş sual tiplərini, sualları sizə izah elədik. Müdavimlərin bizə göndərdiyi suallar bu formadadır. Əgər sizin də qarşınıza başqa sual çıxdığını iddia edirsə, videonun rəy bölməsinə mütləq şəkildə yazın. Bu il FES akademiyalara rekord sayda 90 və 90-dan yuxarı bal yığan müdavimlərimiz oldu və bunların sayı hardasa 150-160 arası oldu. Bu say yəqin ki, əmsallar veriləndən sonra artmaqda olacaq. Ümid edirəm hər biriniz uyğun bir vakansiya tapıb ürəyiniz istəyən yerə qəbul olarsınız. Xahişim odur ki, bu videonu bəyənin, paylaşın və rəylərdə də imtahanla bağlı təəssüratlarınızı mütləq şəkildə bölüşməyi unutmayın. Sağ olun, inşallah növbəti videoda görüşərik. Hələlik.